Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan səsin xarakteristikaları mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, delfinlər və dişli balinalar həm naviqasiya, həm də ov tapmaq üçün səs lokasiyasından istifadə edirlər. Maraqlıdır ki, bu heyvanlar səs telləri yoxdur, lakin onlar səs dodaqları vasitəsilə xüsusi anatomik orqanları sayəsində səslər çıxarda bilirlər. İnsanlar delfin və dişli balinanın çıxartdığı səsləri niyə eşidə bilmirlər? Bunun daha səbəbini geniş bir formada biz sizinlə bugünkü dərsimizdə öyrənəcəyik. Öyrənəcəksiniz ki, nəyə görə biz həmin səsləri adi qulaqla eşidə bilmirik. Ümumiyyətlə, qavranılan səslər qulağa görə qiymətləndirərkən səsin ucalığı, yəni aşağı və yüksək səs, səsin tempri, müxtəlifliyi və gürlüğü, sakit və ya gür səs kimi xarakterizə olunur. Bizdə eksperiment aparılır. Eksperiment zamanı biz kamerton götürmüşük, rezin çəkic, mikrofon və asiglarok götürmüşük və rəqsləri müşahidə etmək üçün. Hansı kamerton daha uca musiqi tonu yaratdı? Bizdə 2 kamertondan istifadə edilib. Görürsünüz, biri ağır, digəri isə yüngüldür. Və bu hər biri müəyyən səs yaradır və səs yaradan zaman onların fərqini bizdən soruşur və səs tonları arasında nə kimi fikir söyləmək olar. Əslində eksperiment zamanı iri kamertonun qollarının rəqsi daha aşağı səs tonu yaratdı. Lakin kiçik ölçülü kamertonun qollarının rəqsi daha uca səs tonu yaratdı. Şəkildə də görürsünüz. Yəni onu demək istəyir ki, iri kamertonun qolları böyük olduğuna görə onun hər saniyədə rəqslərin sayı daha azdır. Amma kiçik ölçülü kamertonda qollar kiçik olmağına baxmayaraq hər saniyədə rəqslərin sayı çoxdur. Və ona görə də deyə bilərik ki, kiçik kamertonda rəqs tezliyi daha böyükdür, amma aşağı böyük kamertonda isə rəqs tezliyi daha kiçikdir. Yəni baxın, böyük kamerton daha az rəqs meyillidir, yəni daha az tezliyə malikdir, amma periodu yüksəkdir. Amma kiçik kamerton isə bir saniyədə rəqslərin sayı çox olduğuna ona deyə bilərik ki, tezliyi daha çoxdur, periodu aşağıdır. Rəqslərini də çəkmiş olsaq, bu formada çəkə bilərik. Musiqi tonunun ucalığı səs mənbəyinin rəqs tezliyi ilə müəyyən olunur. Şəkildə də görürsünüz. Səs dalğalarının tezliyi müşahidəçiyə nəzərən dalğa mənbəyinin hərəkəti nəticəsində dəyişə bilər. Dalğa mənbəyinin hərəkəti nəticəsində müşahidəçinin qəbul etdiyi dalğa tezliyinin azalması və ya artması hadisəsinə Doppler effekti deyirlər. Məsəl üçün nəyi götürək? Sükunətdə olan yanğınsöndürən maşının verdiyi səs siqnalları əvvəlcə A və B müşahidəçilərə nəzərən eyni tezlikdə eşidiləcəkdir. Lakin maşın B müşahidəçiyə doğru hərəkət etsə, o yaxınlaşan mənbəyin səsinin yüksəldiyini, amma A müşahidəçiyə isə ondan uzaqlaşan mənbəyin səsinin daha zəif eşidildiyini hiss edəcək. Yəni B-yə yaxınlaşdığına görə B onu daha yüksək səslə eşidir. Amma A-dan uzaqlaşdığına görə o həmin maşının səsini zəif eşidir. Çünki yaxınlaşan səs mənbəyindən gələn hər bir sonraki dalğa əvvəlkinə nisbətən daha yaxın mənbədən yayılmağa başlayır və həmçinin hər dalğa əvvəlkindən daha qısa müddətdə müşahidəçiyə çatır. Yəni qısa müddətdə dalğaların sayı, rəqslərin sayı daha çox olduğuna görə yaxın mənbədə daha yüksək tezlik malik olur, amma uzaq mənbədə aşağı tezlik. Dalğa mənbəyi uzaqlaşdıqca əks proses baş verir. Hər bir sonraki dalğa sanki böyük məsafədən yayılmağa başlayır və müşahidəyə çatmaq üçün vaxtı da uzun çəkir, vaxt artır. Bu da öz növbəsində tezliyin azalmasına gətirib çıxardır. Doppler effektini 1842-ci ildə onu aşkar edən Avstraliyalı fizik Christian Dopplerin şərəfinə adlandırılmışdır. Belə bir təcrübə də sizin kitabınızda verilib. Səsin hansı xarakteristikası dəyişdi? Yəni kamerton, rezin çəkic, mikrofon, asiglarok götürülür və hər bir kamertona əvvəlcə çəkiclə zəif zərbə vurulur, daha sonra isə güclü zərbə vurulur. Bu zaman burada rəqsləri müşahidə olunur. Görünür ki, hansı halda kamertonun daha gür səsləndi.
Kamerton zəif qüvvənin yoxsa güclü zərbənin təsiri ilə rəqsə gətirdikdə, təbii ki, güclü zərbənin təsirindən burada gur səslənmə daha çox müşahidə olunacaq və burada aseqrafova baxsa əyrilərdə müəyyən fərqlər müşahidə olunacaq. Gəlin onu daha geniş formada öyrənək. Ümumiyyətlə burada biz səsin gurluğunu müşahidə edirik. Səsin gurluğunun vahidi BSD vahidi desibeldir. Yəni kamertona, qoluna vurulan zərbə güclü olduqca onun rəqslərinin amplitudu, yəni dalğanın enerjisi də artır. Baxın, səsin rəqslərin amplitudu artdıqca isə dalğanın enerjisinə bərabər həm səsin gurluğu da artır. Ona görə də gur səslər deyilir. Yəni harda amplitud yüksəkdirsə biz həmin səslərə gur səslər deyəcəyik. Şəkildə də görürsünüz, amplitudu böyük, amplitudu kiçik səslər. Amplitudu böyük olanlara gur səslər, amplitudu aşağı olanlara isə biz yumşaq səslər adlandıracağıq. Gur səslərə çoxlu misallar göstərə bilərik. Məsələn, qışqırmaq, uğultu, hər hansı bir böyük səslərə biz gur səslər adlandırır. Həm də şəkildə də siz bunu müşahidə edirsiniz. Amma amplitud azaldıqca gurluq azalır. Belə səslərə yumşaq səslər deyirlər. Yumşaq səslər də pıçıltı, yağışın yağması, ilanın fısıldasması və s. kimi səsləri göstərmək olar. Səsin gurluğu ilə yüksəkliyi arasındakı fərqə baxaq. Baxın, səsin gurluğunda kiverin amplitud daha böyük olur. Amma səsin əgər gurluğu amplitud azaldıqca gurluğu da azalır. Yüksəkliyinə baxanda tezlik artanda yüksəklik artır, tezlik azalanda isə yüksəklik isə azalır. Baxın, müqayisə baxımından yumşaq və gur səslər. Yumşaq səsdə əgər 2 nəfərin danışması nəzərdə tutulursa, gur səsdə daha çox insanların danışması nəzərdə tutulur. Məsələn, səsin gurluğu desibellə ölçülür. Yəni, vahidi desibeldir və burada hər bir desibeldə uyğun olan səslər göstərilmişdir. Məsələn, yumşaq səsi 40-da görürsünüzsə, eşitmə itirmə riski məsələn 100-də biz onu itirə bilərik. Ona görə də səsin gurluğunda olan desibellər bizimcə çox böyük əhəmiyyət daşıyır. Desibel eşitmə əngəlli insanlar üçün eşitmə aparatı ixtira edən Amerikalı alim Aleksandr Bella'nın şərəfinə adlandırılmışdı. Gurluğu 70 desibeldən yüksək olan səslər insan üçün çox zərərlidir. Səsin gurluğu sonometr adlanan cihazla ölçülür. Şəkildə də görürsünüz. Ümumiyyətlə, səs çirklənməsinin səbəbləri var. Biz bunu gündəlik həyatda müşahidə edirik. Birinci səbəb nəqliyyatdır. Müxtəlif nəqliyyat vasitələri ola bilər. Maşınlar, qatarlar, təyyarələr. İkinci səbəb sənaye fəaliyyətləridir. Maşın və abadlılıqlar və zavodlar buna aiddir. Üçüncü halda tikinti sahələri, qazıntı işləri, ağır texnika və s. Dördüncü halda istirahət tədbirləri, müxtəlif konsertlər, yığıncaqlar, atəş və şanlıq buna misal göstərmək olar. Həmçinin məişət cihazlarının da yaratdığı səslər səs yüklənməsinə səbəb ola bilər. Heyvan səsləri əgər daha çox meşəyə yaxın, daha vəhşi zonaya yaxın yerləşən insan ətrafda daha çox heyvan səslərinin səbəbi, yəni çox yüksək olması səs çirklənməsinə səbəb ola bilər. Azaltmaq yolları var səs çirklənməsini. Məsələn, birinci yolu odur ki, əgər avadanlıqlar çox səs-küy salırsa, bu onu göstərir ki, burada nəsə problem var. Bunu aradan qaldırmaq lazımdır. Buna görə də ona müntəzəm olaraq qulluq etmək məsləhət görülür. Səs izolyasiyasına istifadə edilir. Gündəlik həyatda məsələn 2 qatlı şüşəli pəncərələrdən biz istifadə edirik. Bunlar da bizdə ətrafdan gələn səsi nisbətən azaltmağımıza kömək olur. Baxın, həmçinin ağır pərdələr vasitəsilə də bəzən pərdə də səs uducu xüsusiyyətinə malik olduğundan biz pərdələrdən də geniş istifadə edirik. Panellər var, akustik panellər. Bu panellər də səs izolyasiyası kimi istifadə olunur. Yumşaq ev döşəməsi, yəni ki, əgər xalça, mebellər varsa, yumşaq üzüllü mebellər varsa, bu da səsin azalmasına gətirib çıxardır. Şəxsi səs qoruyucularından da istifadə etmək lazım gəlir. Bəzən. Daha az səsli məişət cihazları və nəqliyyat vasitələri seçə bilərik. Yəni, elə məişət cihazı seçərik ki, səsi az olsun, nisbətən digərlərinə nəzərən. Həmçinin nəqliyyat vasitələrində də bunu seçmək mümkündür. Digər səs çirklənməsinin azaldılma yolları ağac və kollar əkmək. Onlar da səs uducu xüsusiyyətlərə malikdir. Digər slaydda deyilir ki, güclü yağışı asta yağışdan damcıların dam örtüyünə
düşdüyü zaman yaratdıkları səsə görə fərqləndirmək olar və ehtimalın fiziki əsası nədir? Ümumiyyətlə, asta yağış zərif, yumşaq vurulan kiçik damlalardan ibarət olduğu halda, güclü yağış gur, dərin, daha davamlı uğultu və nağara səsindən ibarətdir. Asta yağış yüksək tezlikli kiçik su damlalarından ibarətdir, lakin güclü yağış daha aşağı tezlikli və daha intensiv təsir edən geniş damlalardan ibarətdir. Digər slaydda deyilir ki, saniyədə 8-12 dəfə qanad çalan kəpənək uçarkən niyə heç bir ses eşitmirik? Ümumiyyətlə, saniyədə 8-12 dəfə qanad çalmaq bu onu göstərir ki, bunların tezliyi təxminə 8-12 aralığında dəyişir və əgər bizə yaxın olsalar belə tezliyi 5 Hz-sə, biz bilirik ki, bizim insan qulağı 20 Hz ilə 200 min arasında tezlikli səslər. Saniyədə 8-12 dəfə qanad çalan kəpənək uçarkən niyə heç bir səs eşitmirik? Kəpənəklər hətta bizə yaxın olsalar belə onların qanadlarının tezliyi 5 Hz-dir. Biz isə 20 Hz-dən aşağı səsləri eşidə bilmirik. Hansı həşərat uçanda daha çox qanad çalır? Arı yoxsa ağcaqanad? Biz həmişə ağcaqanad və arıların səsini eşidə bilirik. Çünki onların qanadları eşidilə bilən rəqs icra edir. Ağcaqanadlarda qanadların tezliyi 400-800 Hz olduğu halda, arılarda bu göstərici 130 Hz-dir. Bu da onu göstərir ki, ağcaqanadlarda arılara nəzərən daha çox qanad çalır və ona görə də ağcaqanadlar insanlar tərəfindən daha çox eşidilir. Sonra digər sualda deyilir ki, zil səs dalğası bəm səs dalğasına nə ilə fərqlənir? Fikir verəcək şəkildə də baxa bilərsiniz. Zil səs dalğasında tezliklərinə görə fərqlənir. Baxmayaraq ki, amplitudlar eynidir, tezliklər fərqlidir. Məsəl üçün, zil səs dalğasında tezlik böyük olduğu halda bəm səs dalğasında tezlik daha kiçikdir. Əksinə zil səs dalğasında period kiçikdir, amma bəm səs dalğasında isə period daha böyükdür. Period isə başladığı nöqtəyə qayıtması nəzərdə tutulur. Yəni biz buradakı iki nöqtəni qeyd etsək sizinlə. Bax, buradakı məsafə, yəni buradakı zaman anı bizdə period kimi qəbul olunursa, burada isə period kimi bu hissə qəbul olunur. Buradakı məsafə qəbul olunacaq. Ona görə də baxanda zil səs dalğasında period daha kiçikdir. Amma bəm səs dalğasında period daha böyükdür. Amma əksinə zil səs dalğasında tezlik daha böyükdür. Bəm səs dalğasında tezlik daha kiçikdir. Çünki bilirik ki, periodla tezlik tərs mütənasib kəmiyyətlərdir. Gur səs dalğası yumşaq səs dalğasından nə ilə fərqlənir? Buradakı şəklə baxın. Burada məsələn fikir verirsiniz, amplitudlarına görə fərqlənir. Biz amplitud dedik ki, hər hansı bir qabarıqlıq və çökəklik mənasında götürülür amplitud nəzərdən. Biz də baxsaq, görərik ki, əgər biz buradan bir xətt çəksək, xətti çəkək. Xətti çəkdiyimiz zaman burada hər hansı bir qabarığın hündürlüyünə baxsaq, qabarığı hündürlüyü bu qədərdirsə, indi həmin xətti yumşaq səs dalğasında da çəkək. Və burada da biz yenə də qabarıqlığın hündürlüyünə baxsaq, görərsiniz ki, yumşaq səs dalğasında amplitud daha kiçikdir. Gur səs dalğasında isə amplitud daha böyükdür. Məhz buna görə amplitudlarına görə fərqlənirlər. Keçək digər tapşırığa. Hovuzda müəyyən tezlikli səs yayən sualtı dinamik quraşdırılmışdır. Səs dalğasının bir hissəsi suyun alt hissəsindən əks olunur, bir hissəsi isə sınaraq havaya keçir. Sudan havaya keçərkən səsin ucalığı, dalğa uzunluğu, sürəti və necə dəyişəcək? Uyğun kəmiyyət üçün dəyişikliyin müvafiq xarakterini müəyyənləşdirin. Gəlin belə düşünək. Əgər biz demişdik ki, ümumiyyətlə bir mühitdən digər mühitə keçərkən bizdən soruşulur ki, tezlik ümumiyyətlə dəyişmir bir mühitdən digər mühitə keçərkən. Tezlik dəyişmədiyindən biz də deyə bilərik ki, səsin ucalığı da dəyişməyəcək. Ona görə səsin ucalığına biz götürərik C variantı.
dalğa uzunluğu və sürətdən bizdən soruşulur. Dalğa uzunluğu əgər bir mühitdən digər mühitə keçərkən, məsəl üçün bizdə götürülür mühit kimi, sudan havaya keçir. Sudan havaya keçən zaman səs bilirik ki, bərk cisimlərə daha böyük sürətlə yayılır. Sudan havaya keçən zaman bizdə sürət zəifləyəcək. Çünki suda atom molekullar daha sıxdır havaya nəzərən, havada nisbətən seyrəkdir. Ona görə də suda səsin sürəti daha böyük olacaq, havada isə nisbətən zəif olacaq. Ona görə də suda sürət daha böyük olduğuna görə biz deyə bilərik ki, burada sudan havaya sürət azalacaq. Səsin sürəti dalğa uzunluğuna düz mütənasib olduğundan burada da deyə bilərik ki, azalacaq. Növbəti sualda deyilir ki, səs dalğası bir mühitdən digərinə keçəndə onun dalğa uzunluğu 2,5 dəfə azaldı. Səsin ucalığı necə dəyişdi? Biz bilirik ki, səsin ucalığı tezliyi ilə xarakterizə olunur. Həmçinin biz bilirik ki, bir mühitdən digər mühiti keçəndə tezlik dəyişmir. Tezlik dəyişmirsə, bu zaman səsin ucalığı da dəyişməyəcək. Sonra bizdən soruşulur ki, səsin sürəti necə dəyişər? Səsin sürəti biz bilirik ki, dalğa uzunluğuna düz mütənasibdir. Dalğa uzunluğuna düz mütənasib olduğundan, əgər dalğa uzunluğu 2,5 dəfə azalarsa, səsin sürəti də 2,5 dəfə azalacaq. Digər slaydda deyilir ki, nə üçün zəlzələlər insan üçün qəfil baş verir? İnsanlar üçün çətinlik törədən şəraitlərdə heyvanların dəqiq səmləşməsinin səbəbi nədir? Zəlzələlər çox vaxt yerin titrəyişi, dağıntılar və ya tsunami baş verdikdə aşkar olunur. Yəni, delfinlər bulanıq suda görməsələr də səmti asanlıqla təyin edirlər. Gözləri görməyən yarasalar qaranlıqda çətinlik çəkmədən uçur və həşəratları ovlayırlar. Bunun səbəbini biz bugünkü dərsimizdə öyrənəcəyik. İnsan bütün səsləri eşidə bilirmi? Əlbəttə ki, yox. İnsan qulağı 16 Hz-nə 20.000 Hz arasındakı tezlikli səsləri eşidə bilir. İnsanın eşidə bilmədiyi səslər adlandırılır, iki qrupa bölünür. İnfrasəslər və ultrasəslər. İnfra sözünün mənası aşağı deməkdir. Yəni, tezliyi 16 Hz-dən kiçik olan səs dalğalarıdır. İnfrasəslərə biz nümunə kimi vulkan püskürməsi, raket atəşi, atom bombasının partlayışını göstərə bilərik. İnfrasəs yaradan səs mənbələri çox yavaş rəqsi hərəkətlər icra edirlər. İnfrasəs mənbələrinə məsələn kərgədan, balina, film çıxartdığı səslər aid etmək olar. Yarasalar tezliyi 45 kHz-dən 90 kHz olan ultrasəs impulsları yaymaqla aşağıdakı İnfrasəs mənbələrinə həmçinin vulkan püskürməsi, okean dalğalarının, təyyarənin yaratdığı dalğa, atom bombasının partlayışını misal göstərmək olar. Kərgədanlar bir-biri ilə tezliyi 5 Hz-dən kiçik olan infrasəslər vasitəsilə ünsiyyət qururlar. Bəzi heyvanlar infrasəsi çox yaxşı duya bildiyindən zəlzələ baş verməmişdən öncə tez duyurlar və narahat olurlar. İnfrasəsin əsas xassəsi müxtəlif mühitlərdə zəif udulduğundan uzaq məsafələrə yayıla bilməsidir. Onun bu xassəsindən istifadə edərək partlayışların, küləklərin, okeanlarda yaratdığı dalğaların, zəlzələrin epicentrini, koordinatlarını təyin etmək mümkündür. Öyrəndiklərinizi tətbiq edində belə bir sual verilmişdir bizə ki, infrasəsin insanlara fizioloji təsir mexanizmi hələ tam müəyyən edilməmişdir. Mövcud fərziyyələrin birinə görə infrasəsin təsiri insan orqanizm müxtəlif rəqslərinin rezonansı ilə, yəni orqanizm məxsus rəqslərinin tezliyi, xarici rəqslərin üst-üstə düşdüyü hadisədir, əslində rezonans hadisəsi və əlaqələndirilir və cədvəldə avtobus və qatarın infrasəs tezliklərinin diapazonları göstərilmişdir. Avtobus və qatar üçün tezlikləri görə bilərsiniz. Nigar avtobusda səfərdə özünü çox narahat hiss etdi. Lakin qatarla həmin yolu uzun olmasına baxmayaraq o narahatlıq hissi keçirmədi. İnsan orqanizm məxsus tezliyinin 6 Hz-ə yaxın olduğu məlumdursa, bu fakt yuxarıdakı fərziyyəni təsdiq edirmi? Cavabınızı avtobus və qatar misalı ilə əsaslandırın. Biz bilirik ki, insanın orqanizminin məxsus tezliyi 6 Hz-dirsə, biz avtobusda baxsaq, əslində avtobusun tezliyi insanın məxsus tezliyi ilə üst-üstə düşə bilər, amma qatarda isə bu uyğunluq ödənilmir, yəni rezonans hadisəsi baş vermir. Ona görə də biz deyə bilərik ki, avtobusda
rezonans hadisəsi baş verdiyinə görə Nigar özünü narahat hiss edə bilər və bunun nəticəsində orada qısa müddət olsa belə avtobusu qısa müddət keçirməsinə baxmayaraq o özünü çox narahat hiss etməsinin əsas səbəbi odur ki, avtobusun tezliyi ilə onun orqanizminin məxsul tezliyinin üst-üstə düşməsidir. Keçək ultrasəs anlayışına. Ultrasəs tezliyi 20.000 Hz-dən yüksək olan səslər dalğalarıdır. Ultrasəsə eşidənlər bunlara aiddir. Bu şəkildə görürsünüz. Ultrasəsi eşidə bildiyindən və əla iduma qabiliyyətinə malik olduğundan onlardan polislər tərəfindən detektiv işlərdə istifadə olunur. Yarasalar həm ultrasəsləri eşidir, həm də onları yarada bilirlər. Yarasalar tezliyi 45 kHz və 90 kHz olan ultrasəs impulsları yaymaqla qarşıdakı maneələri, həşəratların yerini dəqiq edən səs lokasiyası yaradırlar. Ultrasəs mənbələri çox sürətli rəqsi hərəkət edirlər. 5 yaşından kiçik uşaqlar 25.000 Hz tezliyə malik olan səsləri, yəni ultrasəsləri eşidə bilirlər. Lakin onlar böyüdükcə yüksək tezlikli səslərə qarşı həssaslıq itir. Ultrasəs yüksək tezlikli səslər olduğundan adi səsdən daha çox nüfuz etmə qabiliyyətinə malik olurlar. Ultrasəslər yüksək enerjiyə malik olan səs dalğalarıdır. Onlar künclərə doğru əyilmədən düz xətt boyunca yayılır. Ultrasəsdən bir sıra istifadə məqsədləri vardır. Ultrasəslər sənayedə mövcud olan metal bloklarda çat və qüsurların onlara zərər yetirmədən aşkar edilməsi zamanı istifadə olunur. Çünki metal bloklar böyük quruluşu tikəntilərdə istifadə olunur. Metal bloklarda xaricdən görünməyən bəzi defektlər olur. Bu defektlər metal blokların zəiflədir. Nəticədə defektli blokların istifadəsi tikintinin quruluşunun möhkəmliyini azaldır. Metal bloklarda qüsurların müəyyən edilməsi. Ultrasəs dalğaları metal blokun bir üzünə doğru yönəldilir və ötürülən ultrasəs dalğaları müəyyən edən ultrasəs detektorları metal blokun əks üzündə yerləşdirilir. Əgər ultrasəs dalğaları metal blokun bütün hissələrindən maneəsiz keçdisə, bu o zaman qüsursuz olduğunu göstərir. Əgər ultrasəs dalğaları müəyyən hissədən keçməyib, əks olundusa, bu o zaman onu göstərir ki, onlarda xat və qüsurlar mövcuddur. Ultrasəslər sənayedə cismin çətin daxil olan hissələri təmizləyir. Məsələn, spiral borular, qəribə formalı maşınlar, elektronik komponentləri təmizləmək üçün istifadə olunur. Baxın, burada da görürsünüz. Təmizlənəcək cisim təmizlik məhlulunda yerləşdirilir. Ultrasəs dalğaları həmin məhluldan keçir və yüksək tezlikli sayəsində ultrasəs dalğaları təmizlik məhlulunu qarışdırır. Bu zaman çirkli cismə yapışan toz və yağ çoxlu rəqsi hərəkət edir, sərbəstləşərək cisimdən ayrılır, məhlula düşür. Beləliklə cisim tamamilə təmizlənir. Ultrasəslər insan bədəninin daxili orqanlarının müayinəsi zamanında istifadə olunur. Ultrasəs dalğaları insan bədəninə müxtəlif növ toxumalara nüfuz edir və müxtəlif yollarla əks olunurlar. Bu xüsusiyyətinə görə ultrasəs dalğaları xəstəxanalarda, tibbi və cərrahiyyə zamanı geniş olaraq istifadə olunur. Nəticədə bu dalğalar daxili orqanları görmək üçün təsvirini verir. Ultrasəs dalğalı mənbə müayinə məqsədi lazım orqan üzərində yerləşdirilir. Bu dalğalar orqana daxil olur və əks olunur. Əldə olunan görüntü isə kompüterin ekranında təsvir olunur. Ultrasəs diaqnozu zamanı əldə olunan təsvir fotoqrafik filmdə əks olunur. Ultrasəs dalğalarının əks sədası nəticəsində daxili orqanların əldə olunan təsvir texnologiyası ultrasonografiya adlanır. Əldə olunan təsvir ultrasəs skan adlanır. Həmin təsviri verən mexanizm ultrasəs skaneri adlanır. Ürəyin müayinəsi zamanında ultrasəs dalğalarının istifadəsi ekokardioqrafiya adlanır. Ultrasəs böyrək daşlarının kiçik hissələrə parçalanması zamanı istifadə olunur. Ultrasəs səs cihazlarında dənizin dərinliyini ölçməsi, dənizdə balıq sürüsünün, gəmi qalıqlarının, sualtı qayıqların, dəniz qayalarının gizlənmiş aysberglərin müəyyən edilməsi zamanı da istifadə olunur. Baxın, şəkildə də görürsünüz.
Ultraset dalğalarının əks sadası sayəsində işləyən cihaz exolot adlanır. Zəlzələ nəticəsində yerdə yaranan dalğalar seismik dalğalar adlanır. Yer qabığında yaranan seismik dalğaların rəqs amplitudu, sürəti, dalğa uzunluğu və rəqs tezliyi seismoqraf adlanan cihazla təyin olunur. Müasir telefonlarda seismoqrafın funksiyasını reallaşdıran proqram da vardır. Seismik dalğalar zəlzələ mənbəyindən başlayaraq 3 formada yayılır. P-tip, L-tip, S-tip. P-tip dalğa uzunna dalğalardır və yer təbəqələrində sıxlaşma və seyrələşmələr nəticəsində yaranır. S-tip dalğa enə dalğalardır, yer təbəqələrinin əksinə perpendikulyar istiqamətdə yayılır. L-tip dalğa isə enə dalğadır, lakin o yer səthi boyunca yayılmaqla zəlzələnin dağıdıcı fəaliyyətini yaradır. Bizdən soruşulur, ultrases və infrases eşidilməyən səslərdir. Niyə bu səsləri insan qulağı eşitmir? Çünki insan qulağı biz bilirik ki 16 Hz-dən 20 Hz arasında səsləri eşidir. Onları eşitmək qabiliyyətinə malik olmadığından, yəni ultraseslər daha yüksək səslərdir, yəni 20-dən böyük, infraseslər isə 16 Hz-dən kiçik olan səslərdir. Bunlar da insan qulağı eşitmək qabiliyyətinə malik deyildir. Ona görə də eşidə bilmir. Bu səslərdən hansı insan orqanizmi üçün daha təhlükəlidir? Əslində infrasesin səs tezliyi az olmasına baxmayaraq, bu infraseslər insan orqanizmi çox təhlükəlidir. Çünki onlar yüksək nüfuz etmə qabiliyyətinə malikdir və bu da onun insan orqanizminin vestibulyar sisteminə daha çox təsir göstərir. Baxın, həmçinin yüksək intensiv infraseslər daxili orqanları titrədir, daxili qulaq, beyinə təsir göstərərək baş ağrısına, ürək bulanma, baş gicəllənmə, yorğunluq, yuxu pozğunluğu, bulanıq görməyə, qulaqlarda təzyiqə də səbəb olur. Digər tapşırıqda deyilir ki, gəminin ultrases exolotundan çıxan siqnal 5 saniyə sonra geri qayıtdı. Ultrasesin yayılma sürəti 1500 metr/saniyə olarsa, həmin nöqtədə dənizin dərinliyini hesablayın. Ümumiyyətlə bizdə məsələnin şərtini qeyd etsək, bizə zaman verilib. Zamanı yazarıq ki 5 saniyə. Zaman 5 saniyə verilib. Sürəti verilib. Verilib bizə 1500 metr/saniyə. Dənizin dərinliyini soruşur, yəni H bərabərdir sual. Biz bilirik, səs lokasiyası əks səda hadisəsində ümumiyyətlə məsafə H bərabərdir V vurulsun T bölünsün 2 düsturunu hesablayaq. Rəqəmləri yerinə qoyub hesablasaq. Yəni V-ni yerinə 1500, zamanı yerinə 5 qoyub nəticəni əldə edək. Bu zaman cavab 3750 metr olacaq. Keçək digər tapşırığa. Digər tapşırıqda deyilir ki, dənizin dərinliyini bizə soruşur. Gəmidəki exolot tezliyi 30 kHz ultrases dalğaları yayır. Bu dalğanın su daxilindəki uzunluğu 5 cm-dir. Exolot dəniz dibinə göndərilən ultrases siqnallarını 10 saniyə sonra qəbul edir. Bizdən soruşulur ultrasesin suda sürətini və dənizin dərinliyini tapın. Əslində bizdə müəyyən verilənlər var. Biz bu verilənləri əvvəlcə qeyd edək. 30 kHz isə bu əslində bizdə qiymət 30.000-dir. Kilonu çevirsək hersə, dalğa uzunluğu bizə 5 cm-dir. 5 cm metri çevirsək bizdə cavab olacaq 0,5 metr. Zaman bizdə 10 saniyədir. Burada dəyişiklik etmirik. Özünü verilib. Əvvəlcə biz bilirik ki, dalğanın yayılma sürəti V bərabər lambda nüdür. Çünki bizdə sürət verilməyib. Amma biz dənizin dərinliyini taparaq H bərabər VT bölünsün 2 düsturunu hesablayırıq. Bizə də V-ni vermədiyindən ilk növbədə V-ni hesablamalıyıq. V də bərabər lambda nü. Yəni biz dalğa uzunluğunu 0,5-i tezliyə, yəni 300.000-ə vurmalıyıq. 30.000-ə vurmalıyıq daha doğrusu. Və hesablasaq, cavab 1500 alınır. Həmin indi
sürəti aparıb H-ın düsturunda qoysaq, 1500-ü 10-a vurub 2-yə bölməliyik. Təbii ki, hesablayarkən bizə vahidlər önəmli deyil. Əsasən hesablamaya fikir verməliyik. Bunu da hesablasaq, aldığımız cavab belə olacaq. Eləyəcək 7500. Həmin hesablamanı burada da qeyd edə bilərik. Sadəcə biz burada qeyd etdiyimizə görə artıq burada qeyd etdik. Həmçinin sual verilir ki, ultrasesin suda sürəti üçün hansı qiyməti aldıq? Sürət üçün yadınıza gəlir 1500 metr/saniyə aldıq və nə üçün dənizin dərinliyini hesablayarkən VT hasını 2-yə böldük? Çünki gedib qayıtma məsafəsi var. Yəni burada səs həm gedir, həm qayıdır. Buna görə biz burada cavabı 2-yə bölürük. Keçək digər tapşırığa. Sonuncu tapşırıqda deyilir ki, Göyxanadan başlamaqla orada və digər xanalardakı ifadələrin doğru və yaxud yanlış olduqlarını bildirən xətlərlə irəliləyərək doğru çıxışı təyin edilir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Biz bilirik ki, mexaniki bu doğru fikirdir. Çünki mexaniki dalğalar yalnız elastik mühitdə yayıla bilir. Onda doğruya tərəf getsək, buradan oxuyarıq. Dalğanın sürəti rəqs periodu və dalğa uzunluğundan asılıdır. Dalğanın yayılma sürəti ümumiyyətlə mühitin xassələrindən asılıdır. Əgər bir mühitdən digər mühitə keçən zaman tezlik və period dəyişmirsə, biz deyə bilmərik ki, dalğanın sürəti rəqs periodundan asılıdır. Dalğa uzunluğundan asılılıq var. Dalğa uzunluğu dəyişməsi sürətə təsir göstərir. Çünki bir mühitdən digər mühitə keçərkən dalğanın uzunluğunda dəyişiklik baş verir. Amma tezlik və period dəyişmir. Ona görə də bu fikir yanlış fikirdir. Yanlış fikirlə geçsə, seismik dalğalar enlə və uzunluğa dalğalardır. Seismik dalğalar bəli, həm enlə, həm də uzunluğa dalğalar hesab olunur. Ona görə doğru çıxışla biz gəlib çıxacağıq 5-ciyə. Demək, biz bu dərsimizdə sizinlə səsin xarakteristikaları mövzusu ilə tanış olduq və bu mövzuda biz sizinlə insanın eşidə bilmədiyi səsləri, ultrasəs və infrasəslər haqqında məlumat aldıq. Həmçinin biz öyrəndik ki, insan qulağı hansı növ, hansı tezlikli səsləri eşidə bilir. Həmçinin infrasəs və ultrasəsin real həyatda tətbiqlərinə dair bəzi nümunələrə baxdıq və bu mövzuya uyğun bəzi tapşırıqlar işlədik və tapşırıqlar sayəsində dərsi mövzunu daha yaxşı anladıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.